Deməli, bugünkü kursumuzda biz toyuq dolması eləmişik. Tərkibi düyü, kök, rəngli biberlər, şüvit. Yəni tərəvəzi tərkibində çox olmalıdır. Toyuğun filesini döydük, duzladıq, istiyorsadıq. Bu hazırladığımız ingrediyenti içine koyduq. Falqaya büküb qoymuşuq sobada bişməyə. İşlikdən qalıb deyə biz toyuğun filesini xırda-xırda tələbələrini doğrayıb, qızardıcıyı əlavə edəcək bu içliyə. Qarışdırıb, lavaşın arasına büküb qızardıcıyıq. Çox gözəl bir, belə deyək də, xırçılayan birinci kimi, börək kimi bir məhsul almışıq. Qəşəng, qəşəng. Xırda-xırda doğru ağaç sol. Yəni görünüş olaraq da çox qəşəng görsənən rənglər. İndi bunu qızardıb əlavə edəcək.